Məktəbi bitirim, universitetə girim, hər şey düzələcək. Bu münasibətim düzəlsin, əla olacaq. Ev ala bilsəm vəssalam, tam rahat olacam. Uşaq böyüsün, düzələcək. Mən də daimi rahat yaşayacam. Bu işdən çıxım, öz işimi qurum, azad və xoşbəxt olacam. Amma yox, problemləriniz heç vaxt bitməyəcək. Heç vaxt, ömrünüzün sonuna qədər. Biz həyatı qaranlıq tunel kimi təsəvvür edirik və inanırıq ki, bu tunelin sonunda işıqlı bir otaq var. Orada bütün problemlərimiz sona çatacaq və biz sonsuz bir sakitliyə qovuşacağıq. Lakin həyat belə işləmir. Həyat heç vaxt dayanmadan daim axan bir çay kimidir. Çayın özü necə ki heç vaxt axmağını dayandırmırsa, həyat da öz çətinlikləri, dəyişiklikləri və sualları ilə daim dinamik bir prosesdir. Bir problemi həll edirik, digəri yaranır. Bir maniyəni aşırıq, qarşımıza daha böyük bir zirvə çıxır. Bu həyatın qüsurlu olmağı deyil, onun canlı, nəfəs alan təbiətidir. Gündəlik həyatımızdan bir nümunəyə baxaq. Təsəvvür edin ki, bir layihə üzərində aylardır işləyirsiniz. Hər gün bu layihə bitsə, hər şey yoluna düşəcək deyə özünüzü sakitləşdirirsiniz. Layihəni bitirirsiniz, lakin cəmi bir neçə gün keçməmiş yeni bir iş qrafiki, texniki bir nasazlıq və ya şəxsi münasibətlərdə yaranan bir anlaşılmazlıq yenidən sizi gərginliyə salır. Biz o layihə bitən kimi xoşbəxtliyin bizə avtomatik gələcəyini düşünürük və bunun daimi qalacağını düşünürük. Problemlərin bitməsini gözləmək, okeanda üzərkən dalğaların kəsilməyini gözləmək kimidir. Dalğalar dayanmayacaq, amma sən üzməyi öyrənə bilərsən. Bu məqamda Konfutsinin müdrikliyinə müraciət etmək yerinə düşərdi. Konfutsi deyirdi ki, həyat çox sadədir, lakin biz onu mürəkkəbləşdirməkdə israrlıyıq. O, problemləri həyatın təbii bir parçası, bir növ mənəvi məşq olaraq görürdü. Konfutsi fəlsəfəsinə görə insan qarşılaşdığı çətinliklərə görə şikayət etmək yerinə öz daxili nizamını qorumalıdır. Əgər ağacın budaqları fırtına qarşısında əyilməsə, qırılar. Həyatdakı çətinliklər də budaqlarımızı sınamaq üçün əsən küləklərdir. Konfutsi vurğuluyurdu ki, insan xarici dünyanı idarə edə bilməz, lakin öz münasibətini və reaksiyasını tamamilə idarə edə bilər. Problemləri həyatın sonu kimi deyil, həyatın davamlılığı kimi qəbul etmək əsl kamillik yoludur. Problemlərin bitməyəcəyini dərk etmək bir təslimiyyət deyil, əksinə azadlıqdır. Bu, insanın çiynindən hər şeyi ideal etməliyəm yükünü götürür. Problemləri bir düşmən kimi yox, sənin xarakterini cilalayan, sənə səbirli olmağı, strateji düşünməyi və mənəvi cəhətdən böyüməyi öyrədən müəllimlər kimi qəbul etməyə başladığın an həyata baxışın dəyişir. Sən artıq problemlərin həll olunduğu anı gözləyərək yaşayan biri deyil, problemlərin içində belə tarazlığını qoruya bilən bir həyat ustası olursan. Həyat səndən problemlərin yox olmağını deyil, onların mövcudluğuna baxmayaraq ruhunu sarsılmaq saxlamağını tələb edir. İndi gəl bu anlayışla çətinliklərin içində necə sakitlik tapacağımızı və özümüzü necə inkişaf etdirəcəyimizi daha dərindən araşdıraq. Əksər insanlar üçün problem yolun bağlanması, planların pozulması və ya şanssızlıqdır. Lakin Stoa fəlsəfəsinin böyük müdrikləri, məsələn Mark Aureli və Epiktet üçün hər bir çətinlik insanın daxili alətini, yəni xarakterini sınamaq və onu daha da kəskinləşdirmək üçün göndərilmiş bir fürsətdir. Təsəvvür edin ki, bir gün vacib bir işiniz üçün yola düşmüsünüz, lakin gözlənilməz bir tıxacla qarşılaşırsınız. İlk reaksiyanız adətən qıcıqlanmaq, sükanın arxasında əsəbiləşmək və zamanın itirilməsindən şikayətlənməkdir. Budur, həyat sizə bir imtahan təqdim etdi. Adi bir insan burada əsəb sistemini yorur və stresə qapılır. Amma həyat ustası olan insan nə edir? O, bu tıxacı bir müəllim kimi qəbul edir. O, öz-özünə deyir, bu tıxac mənim səbrimi sınamaq üçün bir məkandır. Mən bu zamanı qıcıqlanmaq üçün yox, fikirlərimi toplamaq, sevdiyim bir audio kitaba qulaq asmaq və ya sadəcə nəfəsimi tənzimləyib, daxili sakitliyimi tapmaq üçün istifadə edə bilərəm. Stoa fəlsəfəsinin əsas prinsipi olan nəzarət dikotomiyası burada köməyimizə çatır. Biz xarici hadisələrə, tıxaca, havanın pis olmağına, başqalarının kobudluğuna birbaşa nəzarət edə bilmərik. Lakin baş verən hadisəyə reaksiyamıza tam nəzarət edə bilərik. Epiktet deyirdi, insanları narahat edən hadisələrin özü deyil, onların o hadisələr haqqındakı düşüncələridir. Problem özlüyündə neytraldır, ona pis və yaxşı deyən bizim zehin süzgəcimizdir. Gəlin bunu mənəvi bir kamillik səviyyəsinə qaldıraq. Bir idmançını düşünün. O ağır çəkiləri qaldırmadan əzələlərini böyüdə bilməz. Həyatın bizə göndərdiyi problemlərdən məhz o ağır çəkilərdir.
Bizim mənəvi əzələlərimiz, səbrimiz, iradəmiz, anlayışımız və dözümlülüyümüz ancaq çətinliklər qarşısında inkişaf edir. Əgər həyat həmişə rahat və problemsiz olsaydı, insan ruhu inkişaf etməzdi. O, bir növ emosional kökəlməyə düçar olardı. Çətinliklər bizi məcbur edir ki, daha çevik, daha düşüncəli və daha təmkinli olaq. Bu prosesin özü də bir sənətdir. Problemlərlə yaşamaq sənəti. Bu sənət çətinlikləri dəf etməkdən daha çox onların içində öz tarazlığını itirməməyi öyrənməkdir. Stoa müdrikləri inanırdılar ki, hər bir problem içində bir hədiyyə gizlədir. Bu hədiyyə bəzən yeni bir təcrübə, bəzən insanın öz zəif tərəflərini görməsi, bəzən isə təkəbbürün aradan qaldırılmasıdır. Məsələn, həyatınızda uzun müddət davam edən bir maliyyə çətinliyi ilə üzləşmisinizsə, bu sizə əvvəllər heç düşünmədiyiniz yeni bacarıqlar öyrənməyə, resursları daha effektiv idarə etməyə və həyatın əsl dəyərini sadə şeylərdə görməyə məcbur edir. Bu isə ruhun yetkinləşməsi deməkdir. Biz problemlərimizi həyatdan kənar bir yük kimi görməyi dayandırmalıyıq. Onlar sənin həyatının toxumasıdır. Bir hekayəni düşünün. Əgər qəhrəmanın heç bir problemi olmasa, o hekayənin heç bir dəyəri olmazdı. Sənin həyatın da bir hekayədir və qarşılaşdığın hər bir çətinlik o hekayənin maraqlı, dramatik və öyrədici hissəsidir. Stoa düşüncəsi bizə öyrədir ki, baş verənlərə qarşı müqavimət göstərmək əvəzinə onları qəbul edib ən doğru reaksiyanı vermək lazımdır. Beləliklə, problemlər səni yıxmaq üçün deyil, səni dik tutmaq, səni olduğundan daha güclü bir versiyana çevirmək üçün gəlir. Sən bugün qarşılaşdığın çətinliyə bir düşmən kimi deyil, sənin mənəvi kamilliyin üçün göndərilmiş bir müəllim kimi baxa bilsən, həyatının keyfiyyəti dərhal dəyişəcək. Problemlərlə yaşamaq sənətinin ən mühüm dayağı şikayət etməyi dayandırmaqdır. Şikayət ruhun özünə vurduğu ən böyük zərbədir. Biz şikayət etdikdə sanki öz problemlərimizi səsləndirərək onları daha da böyüyür, daha da real edirik. Şikayət etmək özümüzü qurban roluna qoymaqdır. Bu isə şəxsi məsuliyyətimizdən qaçmağın ən qısa yoludur. Hər dəfə niyə mənim başıma gəlir deyə soruşanda biz öz gücümüzü o problemin ixtiyarına veririk. Amma şikayəti dayandırıb nəfəsimizi tənzimlədiyimiz an hakimiyyəti öz əlimizə geri alırıq. Bəs şikayəti necə dayandırmaq olar? Cavab anda qalmaqdadır. Şikayət adətən keçmişin peşmanlıqları və ya gələcəyin qorxuları üzərində qurulur. Niyə belə oldu? Və ya bundan sonra nə olacaq sualları bizi indiki andan qoparır. Ancaq diqqət edin, problemlərinizin çoxu məhz bu iki zaman kəsiyində yaşanır. İndiki anda, yəni tam bu saniyədə çox vaxt böyük bir təhlükə yoxdur. İndi məhz bu an bəlkə də bir stəkan çay içirsiniz, bəlkə də pəncərədən çölə baxırsınız. Bu anda sakitlik tapmaq mümkündür. Anda qalmaq problemləri yox etmək deyil, onları həll ediləcək bir tapşırıq kimi görərək yaşanılan anın gözəlliyindən də zövq almaqdır. Gündəlik həyatdan bir nümunəyə fikir verək. Təsəvvür edin, evdə elektrik enerjisi kəsilib. İlk reaksiyanız yenə mi bu başıma gəlməli idi? Nə qədər bəxtsizəm deyə şikayətlənmək ola bilər. Bu enerji itkisidir. Amma əgər siz indi baş verənlər budur deyə qəbul etsəniz, o anı şam işığında kitab oxumaq, sevdiklərinizlə söhbət etmək və ya sadəcə sükutun səsini dinləmək üçün bir fürsətə çevirə bilərsiniz. Şikayət edəndə o zamanın keçməyini ancaq əsəblə gözləyirsiniz, lakin şikayəti dayandıranda o zamanı yaşayırsınız. Burada müsbətə köklənmək hər şeyi çəhrayı eynə ilə görmək deyil, bu reallığın içindəki işıqlı tərəfi seçmək sənətidir. Beynimiz təkamül prosesində təhlükəni görməyə proqramlaşıb, ona görə də mənfiyə daha tez diqqət edirik. Lakin şüurlu bir insan öz diqqətini müsbətə yönəltməyi bir vərdişə çevirməlidir. Hər gün ən çətin günlərdə belə şükür edəcəyimiz ən azı 3 kiçik şey tapmaq beynin qaranlıq tunel görmə qabiliyyətini dəyişir. Siz diqqətinizi problemlərə deyil, həyatın sizə verdiyi imkanlara yönəldəndə ruhunuzun enerjisi yüksəlir və problemlər sizə əvvəlki kimi böyük və qorxulu görünmür. Müsbətə köklənmək və anda qalmaq əslində bir növ meditativ yaşayış tərzidir. Bu dünyadakı xaosun ortasında öz daxili sakitlik adanı yaratmaqdır. Siz şikayəti dayandıranda ətrafınızdakı insanlara da fərqli bir enerji ötürürsünüz. Problemlərdən şikayət edən biri insanların enerjisini soğurur. Lakin problemlərin içində sakitlik tapıb gülümsəyən biri ətrafa ilham saçır. Bu mənəvi gücün ən yüksək formasıdır.
həyat ancaq müsbət tərəfləri ilə gözəl deyil, həyat çətinliklərinə baxmayaraq onun içindəki mənanı tapmağı bacaranda gözəldir. İnsan özünü inkişaf etdirdikcə həyata baxışı dəyişir. O artıq hadisələrin qurbanı deyil, həyatın memarı olmağa başlayır. Özünü inkişaf sadəcə yeni kitablar oxumaq və ya bilik toplamaq deyil, ən əsası mənin kim olduğunu dərk etmək və xarici dünyadan asılı olmayan bir xoşbəxtlik sistemi qurmaqdır. Mənəvi olaraq yetkinləşən insan həyatın dalğalarını artıq təhdid kimi deyil, təbiətin bir parçası kimi qəbul edir. Özünü inkişafın həyatdan zövq almaqla əlaqəsi düşündüyümüzdən daha dərindir. Biz çox vaxt zövqü xarici amillərlə, yeni əşyalar, uğurlar, təriflərlə əlaqələndiririk. Lakin bu qısa müddətli bir həzdir. Mənəvi kamillik isə bizə daxili doyumluq gətirir. Bu doyumluq insanın öz sərhədlərini, güclü və zəif tərəflərini tanıması nəticəsində yaranır. Özünü tanıyan insan başqalarının fikirlərinə və ya müvəqqəti uğursuzluqlara görə sakitliyini pozmur. O bilir ki, mənəvi gücü onun ən böyük müdafiə qalxanıdır. Məsələn, bir insan düşünün ki, ağır bir iş qrafiki və ya maddi çətinliklərlə üzləşib. Əgər o yalnız maddi uğura köklənibsə, hər bir uğursuzluq onu yıxacaq. Lakin mənəvi cəhətdən inkişaf etmiş biri bu çətinliyi öz iradəsini sınamaq üçün bir imkan kimi görür və bu mübarizədən belə zövq ala bilir. Həyatdan zövq almaq bir sənətdir, çünki o şuurlu bir seçim tələb edir. Bu hər günün içindəki kiçik möcüzələri görməyi bacarmaqdır. Mənəvi kamilliyə çatan insan axşamüstü günəşin batışına baxarkən dünyadakı problemləri unudub o anın estetikasına qərq ola bilir. O bilir ki, problem də var, gözəllik də, amma o diqqətini hara yönəltməyi özü seçir. Bu öz-özlüyündə bir azadlıqdır. Mənəvi cəhətdən kasıb olan insan dünyanı ancaq problemlər toplusu kimi görür. Çünki onun gözü yalnız qüsurları görməyə adət edib. Kamilliyə doğru gedən yolu isə mənfiyə fokuslanmaq əvəzinə həyatın dərinliyindəki mənanı axtarmaqdan keçir. Özünü inkişafın ən yüksək mərhələsi qəbullanmaqdır. Bu hər şeyə boyun əymək deyil, bu kainatın öz axarı olduğunu və bəzən bizdən kənar hadisələrin baş verməsinin qaçılmaz olduğunu qəbul etməkdir. Bu təslimiyyət insana dərin bir rahatlıq verir. Çünki siz hər şeyi nəzarətdə saxlamaq məcburiyyətindən azad olursunuz. Siz etməli olduğunuzu edirsiniz, qalanını isə həyatın axarına buraxırsınız. Məhz bu nöqtədə qayğılar yerini qəbul etməyə, qorxu isə yerini güvənə buraxır. Həyatdan zövq almaq məhz bu güvən hissi ilə mümkündür. Özümü necə inkişaf etdirə bilərəm? Bu sual tez-tez bizi böyük, çətin və qorxulu layihələrin axtarışına sövq edir. Elə bilirik ki, inkişaf ancaq bahalı kurslara getmək, xarici ölkələrə köçmək və ya qəfil bir zəka sıçrayışı ilə mümkündür. Lakin reallıq tamamilə fərqlidir. Şəxsi inkişaf gündəlik vərdişlərimizin mikroskopik dəyişimindən ibarətdir. İnternetin bizə bəxş etdiyi sonsuz informasiya okeanının ortasında əlimizdəki telefonları sadəcə boş zaman öldürən vasitə kimi görürük. Əslində biz hazırda tarixdəki heç bir kralın və ya alimin malik olmadığı qədər möhtəşəm bir məlumat bazasını əlimizdə tuturuq. Gəlin bu kral səviyyəsindəki imkanları necə dəyərləndirə biləcəyimizə baxaq. Özünü inkişafın yolu mənasız serialların qarşısında saatlarla oturmaqdan, sosial şəbəkələrdə kiminsə həyatını sürüşdürüb öz həyatını unutmaqdan keçmir. Bu vərdişlər beynimizi uyuşdurur və bizi passiv bir müşahidəçiyə çevirir. Bunu dayandırın, əvəzində gündə sadəcə 5 səhifə kitab oxumağa başlayın. Sadəcə 5 səhifə. Bu gülünc dərəcədə kiçik görünə bilər, amma ilin sonuna qədər oxuduğunuz 1800-ə yaxın səhifə düşüncə dünyanızda ciddi bir transformasiya yaradacaq. Eyni ilə nahar fasilənizdə 20 dəqiqə belə olsa açıq havada telefonun səsindən uzaq gəzmək, zehni təmizləmək üçün ən yaxşı reset düyməsidir. Bu kiçik addımlar cəmiyyətin mədəniyyət profilini dəyişir. Biz niyə inkişaf etmiş Avropa cəmiyyətlərini görəndə heyran qalırıq? Çünki orada mədəniyyət elit təbəqəyə məxsus bir lüks deyil, gündəlik yaşam tərzidir. 2 ayda bir dəfə teatra getmək, fast food mədəniyyətindən uzaqlaşıb ruhunu incəsənətlə qidalandırmaq insanların bir-birinə münasibətini dəyişir.
Küçədə, avtobusda, növbədə müşahidə etdiyimiz o kobudluqlar, o bəsit məişət söhbətləri və deyinmələr əslində mənəvi acılığın nəticəsidir. İnsan öz ruhunu və zehnini keyfiyyətli məlumatla, estetik zövqlə doyurmayanda o boşluğu aqressiya və şikayət enerjisi ilə doldurur. İnternet dünyasının ən böyük paradoksu budur. İnsanların barmaqları ucunda dünyanın ən böyük kitabxanaları, ən nüfuzlu universitetlərinin dərsləri, filosofların müdrikliyi yatarkən insanlar hələ də kim kiminlə nə etdi səviyyəsindəki bəsit məzmunları izləyir. Halbuki süni intellekt kimi alətlər sizin üçün şəxsi müəllim, mütəfəkkir və ya məsləhətçi ola bilər. Siz süni intellektə mən stoik fəlsəfəni gündəlik həyatımda necə tətbiq edə bilərəm və ya mənə özümü idarə etmək üçün meditasiya texnikaları öyrət deyə bilərsiniz. Texnologiya artıq sizin üçün bir əyləncə vasitəsi deyil, bir inkişaf katalizatoru ola bilər. Özünü inkişaf etdirən insan cəmiyyətdə bir müsbət aura mənbəyidir. O şikayət etməyin faydasız olduğunu bilir və buna görə də ətrafına gərginlik yaymır. O oxuduqca və öyrəndikcə dünyanın nə qədər geniş, problemlərin isə nə qədər müvəqqəti olduğunu dərk edir. Belə bir insanla söhbət etmək cəmiyyəti də irəli çəkir. Əgər siz özünüzü dəyişsəniz, ətrafınızdakı mühit də dəyişəcək. Bu bir domino effekti kimidir. Sizin mədəni davranışınız, sizin təmkinli danışığınız, sizin özünüzü inkişaf etdirməyə olan həvəsiniz başqalarına nümunə olacaq. Son olaraq unutmayın, xoşbəxt və sakit bir beyin təsadüfi bir bəxşiş deyil. Bu bir əldə edilmiş nəticədir. Bu, hər gün etdiyiniz kiçik, lakin şuurlu seçimlərin cəmidir. Telefonu əlinizə aldığınız an hər dəfə özünüzə sual verin. Mən bu alətdən məni kiçildən məzmunlar üçün istifadə edirəm, yoxsa məni böyüdən bilikləri əldə etmək üçün? Seçim sizin əlinizdədir. Mədəniyyət, oxumaq, düşünmək və hər anın dəyərini bilmək. Bütün bunlar sizi sadəcə yaşayan birindən həyatın sənətini icra edən birinə çevirəcək. Zirzəmidən işığa doğru yol özünü inkişafdan keçir. Videonu bəyənməyi və öz sakitliyini tapmaq üçün bir addım atmağı unutma. Növbəti videoda görüşənədək.